savaş döneminde bilirsiniz ki Azərbaycanın da, Türk dünyasının da, İslam dünyasının da İran Fars faşist molla kratiyasından bir hesabı var. Çünkü o her zaman Türk dünyasına, İslam dünyasına, özellikle Azərbaycana karşı xəyanət içərisində olur. Bizim insanlarımızın da Fars faşizmi molla kratiyasına olan agresiyasını mən doğru qəbul edirəm. Və bu agresiyada İsrail pərəstlik eləmək istəyən qüvvələri də mən anlayıram, Zahar bəy. Belə bir qarşı durmada. Mən də qəbul edirəm ki, hər kəs İsrailin trolu deyil. Mən də qəbul edirəm ki, insanların böyük əksəriyyəti Fars faşizmi bizə olan nifrətindən qaynaqlanaraq bugün İsrail savaşında, Xamneyi ilə olan savaşda İsrailə dəstək verirlər. Amma gəlin açıq artıq danışmağa bacaraq ki, bəs İran adlanan Azərbaycanda siyasi hakimiyyət yenidən dizayn edildiyi bir zamanda İsrail və Amerika və Batı dünyası Səid Cəlili liderliyində olan Molla Kratiyanın vilayəti fəqi olmağını istəyirsə, Azərbaycan və Türk dünyası bundan razı ola bilərmi? Yox, təbii ki. Vilayəti fəqi günüstü qalmamaq şərtinlə Fars faşizmi öz arasında razılaşıb Şahan oğlunun gəlməyinə razılıq verirsə və İsrail və Batı dünyası Amerika onun gəlməyə uğrunda mübarizə aparırsa və Şahan oğlunu gətirirlərsə, bu Azərbaycana nə vəd edir? Azərbaycan bunu qəbul edə bilərmi? Azərbaycan Cumhuriyyətindən danışıram, Zahar bəy. İran adlanan Azərbaycanda yenidən Fars faşizmin şah cilidində obrazı, Batı dünyasının kukulası olan bir obraz hakimiyyətə gəlirsə, bu Azərbaycana nə vəd edir, Zahar bəy? İlk növbədə bu gəlməyi nə dərəcədə sabah vururlar Xamneyini, düzdürmü? Bunkerdən də çıxamır. Sabah Xamneyi gördü ki, bunun həyatı da təhlükəlidir, nəsli, hər şey təhlükədədir. Sonuçta deyəcək ki, mənim güvənliyimə cavab verin, ailəmi xilas edin, mən gedirəm. Sizin də kimi gətirirsiniz, gətirin. Özdə Xamneyi öz oğlunu seçdirməsə, ən gözəl variantı onun Fars faşist çətəsi olaraq elə Şahan oğluna razılaşması olacaq. Belə bir durumda təmtəraqla Şahan oğlunu gətirəcəklər. Daxildə də dövlət qurumları içərisində müqavimət olmayacaq. Amerikanın B-52'lər uçaqları da göydə uça-uça Şahan oğlunu indirəcəklərsə, siz nə danışırsınız, Zahar bəy? Azərbaycan Cumhuriyyətində də və Türkiyədə də o kukla, marjinal güclər, eşq olsun, düşmənlərimiz məhv oldu, filan şüarları verəcəksə, içəri olan soydaşlarımız buna müqavimət göstərə bilməyəcəksə, deməli onların niyyəti baş tutacaq. Söhbət millətimizin hazırlığından gedir, Zahar bəy. Millətimizin hazır olmasının tək nədəni millətimizin açıq danışmaqdır. Mən də deyirəm, Şahan oğlu gəldi deyək, gəltirirlər. Biz də müqavimətsizik. Gözləyirik ki, Trump liderliyində gözəl Amerika nələr eləyir. Ona da baxırıq seyirci olaraq. Şahan oğlu gəlir. Şahan oğlu təbii ki, proqramla gəlir, Zahar bəy. Şahan oğluna tək onlar dəstək verməyəcək ki, xalq mücahidləri, Komeli, Pejak, bütün terrorçu qüvvələr dəstək verəcək. Amerikanın propsi, terrorçu güclərin hamısı onun yanında olacaq. Belə bir durumda Urmiyada, Batı Azərbaycanda, yəni İran adlanan Azərbaycan batısından danışıram, Zahar bəy. Və Soyuq Bulaq, Mahabat dedikləri Soyuq Bulaq bölgəsi daxil bir Kürdistan elan edilirsə, Şahın oğlu da təbii ki, onu qəbul edir, yeni qurum, quruluş alqışlayır. Azərbaycana da bir əyalət, Təbriz mərkəzli, amma balaca bir Azərbaycan. Bizə də bir dənəsini verdilər. Qəbul edək ki, biz də sevindik ki, Təbriz azad oldu. Mən üzr istəyirəm. Mən istəyirəm bildirim ki, bizi hal-hazırda Güney Azərbaycandan izləyənlər var. Mən baxıram. Məsələn, Babək Təbrizi deyir ki, Şah Molla Azərbaycanda yeri yoxdur. Yox, o ayrı mövqe. Xalqın istəməyindən danışmırıq, Zahar bəy. Biz hələlik ki, nə istəyirlər ondan danışırıq. Biz niyə deyirik ki, xalqla açıq danışmalıyıq?
Xalq təbii söz qərarını verəndə nə olacaq ayrı bir şeydir. Təbii ki, biz nə edəcəyik o ayrı bir mövzudur Zahir bəy. Mən hələ istəyirəm ki, nə baş verir, nə istəyirlər ondan danışaq ki, millətimiz seçimini edə bilsin, doğru və düzgün qərar verə bilsin. Mən ondan danışıram. Deyək ki, orada bir də Güney Azərbaycan Cumhuriyyəti quruldu yanında. Nə gözəl. Lap deyək ki, Zahir bəy, Güney Azərbaycanla da Quzey Azərbaycan birləşdi. Həmin xəritədə, onların verdiyi. Yenidən Orta Doğu xəritəsinə baxa bilərikmi? Tehran və Kəngər körfəzi kimin nüfuzundadır? Fars faşizmi, doğrumu? Fars faşizmi tam mənada kimin nəzarətində olacaq? Kəngər körfəzi, Bəsrə və Fars körfəzi, Hürmüz boğazından və Hürmüz körfəzindən danışıram Zahir bəy. Amerikan, %100. Türkiyənin Bəsrə siyasəti, körfəz siyasəti darmadağın dağılırmı? Hələ gəlirik Azərbaycana. Sonra dəzələr cahanlar daha çox Türkiyə eləyir. Gəlirik Azərbaycana. Bura birləşmişik. Biz okeana çıxa bilirikmi Zahir bəy? Yox. Xəzərin qıyısından Türkistana gedə bilirikmi? Yox. O da itir. İndi ən maraqlı nə olur? Birləşmişik. Türkiyə ilə qara yolumuz olurmu? Yox. Türkiyə ilə qara yolumuz yoxdur. Zəngəzur erməni Azərbaycanın güneyindən olan Türkiyə-Azərbaycan orasında ərazidə də Amerikan kukla yalancı Kürdistanı. İndi sən Türkiyə üzərindən Avropaya çıxmaq istəyirsən. Doğru mu? Necə çıxırsan? Amerika deyəcək ki, yerli qurumlar, yönetim icazə versə, siz hərəkət eləyə bilərsiniz. Biz artıq Türkiyə ilə nəyisə ortaqlaşıb qərar verəndə gələk Ermənistandan və Kürdistandan icazə alaq. Onlara da əmri Amerika verəcək. Biz onlarla nə qədər yaxın olsaq, qardaşlıq eləsək də xeyri yoxdur. Düyməni onlar basacaq, deyəcək ki, yox, icazə olmaz. Bizə də deyəcəklər ki, biz kimik, onlardan icazə alın. Onlar gör, nə deyirlər, sonra baxarıq. İndi düşünün, biz adaş durumuna düşürükmü? Türk dünyasından bütün rabitə qırılırmı Zahir bəy? Türkiyə-Azərbaycan birliyi xəyal olurmu? Və Şahın oğlunun gəlişi bunu bizə vəd edir. Onu demək istəyirəm.